Bismillah. Deməli, la ilahe illallah kəlməsinin növbəti şərti, qardaşlar, əl-inqiyat. Əl-münafi lit-tərk. Əl-inqiyat nə deməkdir? Boyun əymək və tərk etməyin əksidir. Yəni, insan la ilahe illallah kəlməsinin sənə əmr etdiyi şeylərə və səni çəkindirdiyi şeylərə boyun əyirsən. Şəriətin əmr və qadağaları kim tərəfindəndir? Allah tərəfindən, Allah və Rasul tərəfindən. Və la ilahe illallah kəlməsi sənə onu ilzam edir ki, sən Allah Taala'nın və Rasulunun gətirdiyi şəriətə tam şəkildə boyun əyəsən. Çünki Allah Subhanahu wa Taala Quran-Kərimdə buyurur ki, deməli Luqman surəsinin 22-ci ayəsində buyurur ki: "Və men yuslim vechhahu ilallahi və huve muhsinun faqad istemsaka bil-urvetil vuthqa." Və men yuslim vechhahu. Yəni burada Allah Taala buyurur ki, kim üzünü, yəni özünü nəzərdə tutur, Allaha təslim eləyərsə, və huve muhsin, yəni muhsin olduğu halda Allaha təslim eləyərsə, faqad istemsaka bil-urvetil vuthqa. O deyir, qopmayan bir qulpdan yapışmış olar. Və fikir verin, burada Allah Taala muhsin deyir. Yaxşı, kim deyər? Muhsin nə deməkdir? Yəni nə nəzərdə tutulur burada muhsin deyəndə? Hansı dərəcədə o? Allahı görmüş kimi ibadət etmək. Əhsəntum, əla. Aha. Yaxşı, belə deyək. Dinin neçə mərtəbəsi var? 3. Hansılardır? İslam, iman, ihsan. İslam, iman, ehsan. Əhsəntum. İslam nədir? İslam tövhidlə boyun əyməkdir. Tövhidlə təslim olmaq, itaətlə boyun əymək, şirk və onun əhlindən uzaq olmaq. İman nədir? İman da iqrar etməkdir. Dillə deyib, qəlblə təsdiq edib, əməllərlə, əzalarla yerinə yetirmək. Ən üstünü la ilahe illallahdır. Ən sonu da yolda əziyyət verən bir şey maneədə götürməkdir. İtaətlə artar, asiliklə azalar. Əhsəntum. Əhsəntum, əla. Dedik ki, ehsan da nədir? Əla. Yəni burada muhsin deyəndə o kəslərdir ki, qardaşlar, onlar Allaha elə ibadət edirlər ki, sanki Allahı görürmüş kimi. Allah da onları görməsə, onlar Allahı görməsə də Allah onları görür. Və bu dinin ən yüksək mərtəbəsidir.